Salam hörmətli izləyicilər. Adətən üç zolaqlı yolda mən həmişə normal sürətlə gedirsinizsə, yavaş getmirsinizsə və sürət rejimini pozmursunuzsa, ən yaxşı zolaq orta zolaqdır. Amma hərdən olur ki, ya iki zolaqlı yolda gedirsən, ya da ki, üç zolaqlı yolda elə alınır ki, sağ zolaqda gedirsən də. Necə eləməli ki, bizi bardura sıxmasınlar? Bunun bir yolu var. Sağ zolağı götürmüsünüzsə, zolağın ortasından yox, ağ xətti kəsməmək şərti ilə, qırıq xətti kəsməmək şərti ilə qırıq xəttə meyilli sürməkdir. Yəni, bardurla sizin arazida heç olmasa bir metr qalsın ki, soldan sıxsalar, bax, qaçdıq bardura tərəf. Amma bardura yaxın sürsək, bax belə, yaxın sürsək, onda bardura dəyəcək də, qaçırtsaq. Ona görə, bax, yenə göstərirəm, qırıq xəttə yaxın sürürük, bizi əgər sıxırlarsa, onda biz sağa qaçırıq.